Salam dəyərli izləyicilər, sizlərlə mənəm Rövşən Məcizadə və bugün sizə Şuvalanda, Şuvalan villaya, eləcə də McDonald's-a çox yaxın ərazidə 3 sot torpaq sahəsinin üzərində inşa edilmiş belə bir şirin xudmani bağ evini təqdim edirəm. Bəzən mənə müraciət edən müştərilərim səliqəli və belə bir xudmani bağ evi istəyirlər. Bu bağ evi əsas sizin içindir, çünki gəlib həm dənizə yaxındır, bu bağ evi həm daimi yaşayış üçün, eləcə də bağ evi üçün çox gözəl bir yerdə yerləşir. Bəzən olur da istirahət etmək üçün bağ evi istəyirlər. Çox əla bir təklifdir və start qiymətimiz 240 min manatdır. Ev özü 105 kvadratdan ibarətdir. Evin daxilində 2 yataq otağı, 2 hamam otağı və belə zal studiyası var. Bura belə bir üstü bağlı belə bir bizim naves deyirlər, üstü bağlı bir avtomobil üçün parking zonadır. Lakin buranı digər təyinatı üzrə də istifadə edə bilərsiniz. Burada ziyafətlər etmək olar, gözəl belə bir stol açmaq olar. Çox geniş və rahat. Həyətə daxil olan kimi belə bir avtomatik qapısı var və yanında da belə bir kiçik həyətə daxil olmaq üçün qapıdır. Və bağ evində əlbəttə ki, hovuzsuz bağ evini təsəvvür etmək olmaz. Bu bağ evində belə bir filtrli hovuzu var, yanında belə bir manqalı var. Və əlbəttə ki, bu bağ evini siz investisiya məqsədi ilə də alıb kirayə verə bilərsiniz. Belə bağ evlərini hətta il boyu da kirayə verə bilərsiniz. Bütçələrə uyğun. Baxın, sizə ətraflı olaraq bütün bucaqlardan göstərirəm. Evimiz hal-hazırda qismən əşyalıdır, lakin bu qiymətin içində tam olaraq yataq mebelləri də daxildir və bizim müştərilərə, real müştərilərə xüsusi endirim olunacaq. Bunu mən sizə söz verirəm. Baxın, burada 3 sot olmağına baxmayaraq, hətta burada sahibkar belə bir yaşıl zonada saxlayıb və belə bir gözəl palmamız da var burada. Bilinir ki, illərin palmasıdır. Bu torpağı alanda bu palmanı burada saxlayıblar. Hətta sahibkar dedi ki, onu kənara da çəkmədim ki, əslində evi biraz da böyük istəyirdi etsin. Belə baxanda bugünkü gündə kvadratı 2400 manata ümumi belə bir ərazidə ev düşür, çox gözəldir və belə bir həyətlə çox əladır. Və mətbəxdən isə birbaşa olaraq həyət görüntüsüdür, hovuz. İndi isə mən vaxtınızı almadan daxil oluram evə. Deməli, evə daxil olan kimi bizi belə bir dəhliz qarşılayır, belə bir dolabımız var. Çox işıqlıdır və bu evdə nə mənim xoşuma gəldi ki, ev Skandinaviya üslubundadır. Rənglərdən istifadə ediblər, emulsiyadan, belə bir fasad daşlarından çox gözəldir. Sizlərlə birlikdə bir tur edirəm, ətraflı bütün bucaqlardan sizə göstərəcəm və burada render versiyasında mən əlavə eləyirəm. Baxın, yataq otaqlarında necə mebellər sizə təklif olunacaq. Demək olar ki, sahibkar burada artıq bizim burada bir salonumuzda, zalımızda və mətbəxdə demək olar ki, renderdə birə-biri edib. Divar çox gözəldir, rəngləri fərqli ediblər. Baxın, görün necə belə bir xudmani, şirin, əvvəlindən dedim ki, bağ evidir. 105 kvadratdır. Burada belə bir soyuducu üçün yerdir. Və buradan birbaşa olaraq belə bir gözəl bizim hovuz görüntümüz, bağçanı görürük. Birbaşa olaraq mətbəxdən isə qapı ilə hovuza çıxış var. İndi isə sizin vaxtınızı almadan sizə yataq otaqlarımızı göstərmək istəyirəm. Evə daxil olan kimi elə dəhlizimizin sol istiqamətində belə bir yataq otağımız var. Çox işıqlıdır. Birbaşa olaraq həyətə baxır. Baxın, belə bir divarda görüntüləri var. Burada render şəkillərini əlavə edirəm. Artıq dolab var və sizin zövqünüzə uyğun istərsəz dəyişiklik də edilə bilər mebeldə. Lakin bayaq vurguladığım kimi mebel qiymətə daxildir. Keçirəm evin ümumi hamam otağına. Belə bir hamam otağıdır və yaxın günlərdə bütün aksesuarlar da tamamlanacaq. Divar içi aksesuarlardan istifadə ediblər. Və sonda evin master yataq otağı, ikinci yataq otağımız. Belə bir yataq otağımız var və artıq dolab burada divar içi qardirob kimi hazırdır. Baxın, rənglər divar emulsiyadır. Bir çox insanlar emulsiyanı daha çox bəyənir. Və daxilindəki hamam otağını sizə göstərmək istəyirəm. Baxın, belə bir hamam otağı artıq duş kabində quraşdırılıb.
İzləyicilər, beləliklə çəkilişimiz sona çatır. Sizlərlə mən idim Rövşən Məcizadə. Bizim sizlərə təqdim etdiyimiz bağ illərinə bağım.az yazaraq bütün sosial şəbəkələrdə, eləcə də bağım.az veb saytına daxil olmaqla baxa bilərsiniz. Gördüyünüz bu bağ evində də çox xüsusi bir indirimimiz var. Görüşmək ümidi ilə sağ olun.